Bu şenliden bu şenliye şirin şirin değil benimdir. Şirin şirin değil benimdir, benimdir. Bu şenliden bu şenliye şirin şirin değil benimdir. Şirin şirin değil benimdir, benimdir. Ötme baykuş temelde temelliden temelliden. Ben bülbülem gül benimdir, gül benimdir, gül benim. Ben bülbülem gül benimdir, gül benimdir. Ötme baykuş temelde temelliden temelliden. Ben bülbülem gül benimdir, gül benimdir, gül benim. Ben bülbülem gül benimdir, gül benimdir, gül benimdir, gül benimdir, gül benim, gül benimdir, gül benimdir, gül benim. Sensiz gönlüm ağlar benim, gözyaşlarım çağlar benim, gözyaşlarım çağlar benim, çağlayan. Sensiz gönlüm ağlar benim, gözyaşlarım çağlar benim, gözyaşlarım çağlar benim, çağlayan. Mecnun olsam çöl benim, çöller benim, çöller benim. Ferhad olsam dağ benim, bir dağ benim, bir dağ benim. Mecnun olsam çöl benim, bir çöl benim. Ferhad olsam dağ benim, dağlar benim, dağlar benim. Mecnun olsam çöl benim, bir çöl benim, bir çöl benim. Mecnun olsam çöl benim, bir çöl benim. Çöl benim, çöl benim, çöl benim. Çöl benimdir, çöl benimdir, çöl benim. Çöl benimdir, çöl benimdir, çöl benim. Çöl benimdir, çöl benimdir, çöl benim. Çox sağ ol, təşəkkür edirəm Fərid. Müəllim əsr nətər idi, emosiyası? Çox gözəldir. Fərid həqiqətən də elə həmişə seçilibdir. Həm Asəf Zeynallı adına kollecdə, Milli Konservatoriyada da. Fərid neçənci ildə muğam müsahibəsinin iştirakçısı olmuş? 2015. Hə, 2015 muğam müsabiqəsinin diplomantı olmuşam. Çox gözəl. Bəli, Sərdar mən müəllim. Allah rəhmət eləsin. Sərdar müəllim həqiqətən də Fəridin atası çox gözəl ifaçı idi, xanəndəmiz idi. Allah ruhun şad eləsin. Amin. Uşaqların içində həmişə Fərid öz dostların içində, sinif yoldaşların içində seçilmiş bir ifaçıdır. Həmişə Buyur. seçilənlərdən olasınız. Səsiniz, avazınız güclü gəlsin. Siz nə demək istəyirsiniz? Deyin. Mən də təşəkkür edirəm hər birinizə, bizə belə gözəl şərait yaratdığınıza görə. Birinci növbədə bizim ustadımız, Respublikamızın xalq artisti Nəzakət xanım Teymurovaya belə şərait yaratdığınıza görə sizə öz minnətdarlığımızı bildirirəm. Musiqiçilərə öz minnətdarlığımı bildirirəm. Başda Respublikamızın əməkdar artisti Əlağa müəllim Sədiyev olmaqla. Düzdür, genetika olaraq qardaşımız demiş, mən bir sənətkar ailəsində dünyaya göz açmışam. Ancaq istedadı düzdür. Allah verir, ancaq onu puxtələşdirmək üçün hökmən təhsil lazımdır. Və bu təhsili də mən çox dəyərli sənətkarımız Nəzakət xanım Teymurovanın vasitəsilə əldə eləmişəm. Həmçini də bizim çox dəyərli tarzənimiz, Respublikamızın əməkdar artisti Əlağa müəllimin
mənim üzərimdə olan zəhmətlərini də mən dana bilmərəm. Çünki o Asəf Zeynal adına kollecə daxil olan vaxtı mənim demək olar ki, bütün əziyyətimi Əlağa müəllim çəkibdi. Ona görə də mən buradan da ona öz minnətdarlığımı bildirirəm. Əlağa müəllimin başı ağarıb. Bəli, elədir. Çox sağ olun, Allah sizi Təşəkkür var edirəm, eləsin. minnətdaram.